Bir gün bir nəfər radioya zəng eləyir. Kasıb adamdır, deyir ki, bəs mən namaz qılanam, belə Allah adamıyam. Xahiş edirəm, uşaqlarım xəstədir. 5 uşağım var, xanımdır. 5 uşağım var, xahiş edirəm, mənə kömək eləyəsiniz, yardım eləyəsiniz. Bir nəfər də artist öz köməkçisindən xahiş edir ki, bu insan üçün, 5 uşaq üçün geyim, yemək, ərzaq, hər şey alın, aparın, verin. Soruşsa ki, kimləndir? Deyərsiniz ki, şeytandan. Yenə bulan dediyi kimi ərzaq alırlar, paltar, pul, hər şeyin, ismin gətirib verirlər. Bu qadın alır ərzaqları, bu geyimləri. Dönəndə bu verən adam deyir ki, sən heç maraqlanmadın, bu hardandır, kimləndir? Deyir ki, Allah istəyəndə şeytan da adama hədiyyə göndərir.